Herkese salam. Bugün Rus kanalların birində bu salatı gördüm və sınamaq istədim. İlk öncə kələmləri incə-incə doğrayıb duzlayıram. Sonra isə kökü soyub tyorkadan keçirtdim. Və bu arada soğanlarımızı yarım halqa şəklində doğrayıb qovurmağa qoydum. Kələmlər artıq duzunu buraxdı və suda yudum. Soğan biraz qızılı rəngi olandan sonra üzərinə biberləri əlavə etdim. Sonra isə çuğunduru tyorkadan keçirtdim. İndi isə hamısı hazır olduqdan sonra bir-birinə qatdım. Və budur, çuğunduru da əlavə etdim. Qaroğu əlavə etdim və qırmızı lobyanı əlavə etdim. Ədviyyatlarını da əlavə etdim və qarışdırdım. Və budur, hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.